Sən ondansa mənə denən ki, bax bu yerlərə gəlib çıxmaqda sənə kim kömək eləyib, dəstək olub, kim dəstək olub, onu dəstək olub. Hə, gələ. Görsən gələ. Deyirsən ki, əmin oğlu səni saymır, sənin adını çəkmir, görsən? Nə dedi? Jurnalistə deyir ki, mənə bir dənə sual ver, dinən ki, bu yerlərə gəlib çıxmaqda kimə minnətdarsan? 100% mənim adımı çəkəcək indi. Sağ olsun, ya, elə diqqətli adamdır. Bəhruz müəllim, şəxsi də olsa sizə bir sual vermək istəyirəm. Bu zirvələrə gəlib çatmaqda kimə borclusunuz? Doğrusu, bu sual mənim üçün çox gözlənilməz sual oldu. Açığı mən həmişə gözləyirdim ki, mənə belə bir sual versinlər, mən də cavablandırım. Mənim bu zirvələrə gəlib çıxmaqda heç kimin dəstəyi olmuyor.